Əziz, dəyərli qonaqlar, xanımlar və cənablar, musiqi sevərlər, piano sevərlər, şeir sevərlər, hər birinizi xoş gördük. Bildiyiniz kimi, Bakımız daha bir gözəl sənət bayramı, musiqi bayramını yaşayır. Birinci Bakı Beynəlxalq Piano Festivalı. Və dünyada əslində piano festivalları var. Əsas etibarilə klassik akademik musiqi istiqaməti üzrə Bakıda keçirilən bu ilk musiqi bayramının, piano musiqi bayramının özünə məxsus cəhəti ondan ibarətdir ki, piano festivalı özündə bir neçə rəngarəng musiqi janrı və stillərini cəmləyir. Piano elə bir alətdir ki, yəqin ki, razılaşarsınız ki, əksər musiqi janrlarında bu alət var. Həm musiqiçilər arasında, eləcə də musiqiçilər, tamaşaçılar arasında olan gözəl ünsiyyət vasitəsidir. Əslində, şeir və musiqi bir arada bu çox gözəl bir formatdır. Və bunun ənənələri Azərbaycanda həmişə olub. Orta əsrlərdən tutmuş bizdə gözəl o şeir məclisləri ki, poeziya axşamları, məclisi üns və s. Bunlarda həmişə adəti üzrə milli musiqi, tutaq ki, tar, kamanın müşayiəti ilə şeir səslənərdisə, bu dəfə sanki piano festivalında biz çox fərqli və özünə məxsus bir formatda bunu görəcəyik. Yəni, piano və şeir. Olub, belə ənənələr olub. Yəni, bir əsrdir piano bizim alətə çevrilib də. Yəni, haradasa 20-ci əsrin əvvəllərindən başlayaraq Şaroyevin əsasını qoyduğu bu piano məktəbi, bugün Azərbaycanın çoxlu bu məktəbin yetişdirmələri var. Və bu bir əsr boyunca biz piano və şeir mövzusuna da ayrı formata da yer ayırmışıq. Və bugün məncə çox maraqlı bir axşam olacaq. Çünki səslənəcək şeirlər çox istedadlı bir həm alimin, həm şairin şeirlərindən ibarət olacaq. Söhbət Tərlan Növrəsidən gedir. Növrəsizlər ailəsinin daha bir tanınmış nümayəndəsi. Bu qardaşları hər biriniz tanıyırsınız. Mən hətta vurğunu qardaşlara yox, lap gedərdim əvvələ. Vaxtı ilə bildiyim qədərilə onun şair Mirzə Ələsgər Növrəsinin, hansı ki Şuşadan olan görkəmli şairin kötücəsidir Tərlan. Görün, yəni təkcə musiqi ilə bağlı deyil bu ailənin istedadı, həm də şeir, poeziya, sənətlə bağlı, müxtəlif istiqamətlərdə. Bax, bu kitabı ki görürsünüz, Tərlan Növrəsli, Qarabağıma gəl, bu gözəl kitab. Bugün bax, bu kitabdan, hansı ki burada 110 şeir cəmlənib, 5 bölümdən ibarətdir. Demək, 6 qiraətçimiz bu kitabdan 12 şeir söyləyəcək. Və sonda Tərlan Növrəsi də ayrıca öz şeirlərindən birini səsləndirəcək. Gözəl pianoçumuz, Respublikanın əməkdar artisti, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru Nərgiz Əliyevanı, onun da gözəl müşayiəti olacaq. Mən festivalın aparıcısıyam. Bu axşamın aparıcısı başqa şəxsi və gözəl bir xanımı bura dəvət edəcəm. Lalə Cabbarova, xahiş edirəm, Lalə xanım, gələsiz bura. Lalə Cabbarovanı gəlin alqışlayaq və səhnəyə dəvət edək. Daha ətraflı Lalə xanım bu axşamın gedişatı haqqında, səslənəcək şeirlər barəsində məlumat verəcək. Hər vaxtınız xeyir, hörmətli xanımlar və cənablar. Bugün fəlsəfə doktoru, doçent, şair Tərlan Növrəslinin 110 romantik fəlsəfi şeirindən ibarət Qarabağıma Gəl kitabının ilk təqdimatında hamınızı xoş gördük. Bu möhtəşəm gecədə sizləri kitabla tanış etməklə yanaşı, şairin qələmə aldığı 12 şeirinin bədii oxucular tərəfindən ifasını və Nərgiz Əliyevanın bu şeirlərə dair kompozisiyaların müşahiətini təqdim edəcəyik. Qarabağıma Gəl poeziya toplusunun şeir kitablarına xas olmayan bir xüsusiyyətini nəzərinizə çatdırmaq istəyirik. Dünya şeir kitablarında alışdığımız kimi hər bir şeirdə zaman və məkandan savayı ilhamı, yəni ilk dəfə olaraq müəllif şeirin ilham pərisini də bildirmişdir. Hörmətli qonaqlar, səhnəyə sizin alqışlarınızla Azərbaycan Respublikasının əməkdar artisti Nərgiz Əliyevanı dəvət edirəm. İlk şeirimiz Ruhuma Canın Sığmayır. Müəllif bu şeiri 13 mart 2016-cı ildə Rusiyanın Moskva şəhərində yazmışdır. Müəllifi bu şeirə ilhamlandıran Azərbaycan şairi Məhəmməd Füzulidir. Şeirin qiraətçisi sizin alqışlarınızla Nihad Aslanı səhnəyə dəvət edirəm.
Təvazökar şairəm, adıma sanım sığmayır. Dinməz, lalkar şairəm, ünümə şanım sığmayır. Səhər dan söküləndə üfüqə danım sığmayır. Gözdən yaş töküləndə mənə heyranım sığmayır. Şeytanlar arasına cinə meydanım sığmayır. İnsanlar arasında mənə ceyranım sığmayır. Eşq vüsalsız qalandan eşqə bəyanım sığmayır. Səninlə ayrılandan əqlə hicranım sığmayır. Varlıqlar arasına isti qazanım sığmayır. Allahın mirasına İncil Quranım sığmayır. Naqisliyi görəndə damara qanım sığmayır. Namərd asan öləndə qana qəltanım sığmayır. Peyğəmbərlər köçəndən yer aslanım sığmayır. Cənnəti itirəndən göyə şeytanım sığmayır. Xilqəti haqq dələndə cana üsyanım sığmayır. Məhşər günü gələndə behişt düryanım sığmayır. Tanrıma vurulandan əhdə peymanım sığmayır. İsmail doğulandan sənə qurbanım sığmayır. Qara bəxtimdən bəri xəlq əfqanım sığmayır. Səni sevəndən bəri ruhuna canım sığmayır. Ruhuma canım sığmayır. Əlimi bərk tut. Müəllif bu şeiri 3 aprel 2009-cu ildə Şamaxı şəhərində yazıb. Müəllifi bu şeirin yazılmasına ilhamlandıran dostu Ramil Şəkərovun həyatıdır. Şeirin qiraətçisi Gülçin Qasımovanı alqışlarınızla səhnəyə dəvət edirəm. Əlimi bərk tut. Bərk tut əlimi, buraxma. Yadlar sənə doğma olur. Eyni candan olan bizik. Eyni qandan olan bizik. Əlimi bərk tut. Buraxma. Ayırır insanlar bizi. Ayırır düşmanlar bizi. Ayırır xəyallar bizi. Ayırır dünyalar bizi. Ayrılmasın qəlblərimiz. Ayrılmasın əllərimiz. Bərk tut əlimi. Buraxma. Qovuşmaq çətindir, sevgi sədaqətindir. Gəl ayrılmayaq, hirsə uymayaq. Bərk tut əlimi, buraxma. Bir gün varsan, bir gün yoxsan, bir gün açsan, bir gün toxsan. Amma əsl məhəbbəti, əsl sevgi saadəti tapmaq yaman çətindir. Bizim sevgi mətindir. Gəl qovuşsun qəlblərimiz. Ayrılmasın əllərimiz. Bərk tut əlimi. Əlimi bərk tut. Bir daha aldat məni. Müəllif bu şeiri 16 dekabr 2005-ci ildə Türkiyənin İzmir şəhərində yazmışdır. Onu bu şeirin yazılmasına ilhamlandıran dostu professor Doktor Hakan Kahyaoğlu'dur. Şeirin qiraətçisi Səbinə Qasımovanı alqışlarınızla səhnəyə dəvət edirəm.
bir daha aldat məni. Tanrım, sil yaddaşımı. Poz həyatımı. Cənnətdə oyat məni. Yenidən yarat məni. Öz ruhuma qat məni. Təzədən yarat məni. Hafizəmi kağız tək ağappaq etsin fələk. İndir ata belindən, doğdur ana bətnindən. Uşaq tək oynat məni. Təzədən yarat məni. Əzir qeyrəti azan, dözməz bu dərdə vicdan. İstirabda yaşamaq, qəlbdə kədər daşımaq. Qəfildən qocalt məni, təzədən yarat məni. Deyilən yalan oldu. Sevgilər talan oldu. Düz sözlər dildən getdi. Kişilik əldən getdi. Dünya qoydu mat məni. Təzədən yarat məni. Səadətin dadı yox. Sədaqətin adı yox. Xəyanət baş qaldırıb. Can qara daş qaldırıb. Öz dünyama at məni. Təzədən yarat məni. Soyundur kəfənimi, cinə ver bədənimi. Narazı olsa kilsə, ruhumu ver iblisə. Bir səhər oyat məni. Yenidən yarat məni. Sinagogу, məscidi agah edən Mehdidir. O zühur zamanında, olum onun yanında. Sən də et rahat məni. Təzədən yarat məni. Bir daha aldat məni. Sevin məni. Bu şeiri müəllif 2005-ci ildə Türkiyənin Sivas şəhərində qələmə almışdır. Müəllifi bu şeiri ilhamlandıran qardaşı Azərbaycan Respublikasının əməkdar artisti Şahin və ailəsidir. Sevin məni şeirini söyləmək üçün səhnəyə alqışlarınızla qiraətçi Hilal Məmmədzadəni dəvət edirəm. Sevin məni. Məni sevin. Mən layiqəm. Sevdirməyə, sevilməyə. Məni sevin. Mən qadirəm. İstəməyə, istənməyə. Məni sevin. Eşqinizə ehtiyacım var. Sevənlər. Məni sevin. Sevginizə olmuşam düçar sevənlər. Məni sevin. Mən sevgisiz yaşaya bilmərəm. Vallah. Məni sevin. Məhəbbətsiz yaşaya bilmərəm Allah. Məni sevin düşünmədən. Qəddar, insafsız, amansız. Məni sevin tükənmədən. Sonsuz, sərhədsiz, zamansız. Məni sevin. Mən olanda yaraşıqlı,
yaraşıqsız. Məni sevin. Bu olanda qarşılıqlı, qarşılıqsız. Məni sevin imtahansız, yoxlamadan, sınamadan. Məni sevin intihasız, fasiləsiz, dayanmadan. Məni sevin xalqımla bir, elimlə, bayrağımla bir. Məni sevin yurdumla bir, dilimlə, ayparamla bir. Məni sevin. Məni sevin canınızla. Məni sevin qanınızla. Məni sevin ruhunuzla. Məni sevin ağlınızla. Sevin məni. Növbəti şeirimiz Qorxuram şeiridir. Bu şeiri müəllif Azərbaycan şairi, görkəmli satira ustası Mirzə Ələkbər Sabirin eyni adlı şeirinə nəzirə olaraq yazmışdır. Ərsəyə gəlmə tarixi 8 yanvar 2008-ci ildir. Yazıldığı məkan Türkiyənin İzmir şəhərində Ege sahilləridir. Müəllifi bu şeirin yazılmasına ilhamlandıran Hop-Hopnamə kitabının çap olunması üçün Sara Vəzirzadə tərəfindən redaksiyaya göndərilən ilk 5 manat hadisəsidir. Qorxuram şeirini söyləmək üçün səhnəyə alqışlarınızla Aytaç Hacıyevanı dəvət edirəm. Qorxuram. Bağlama gözlərini. Qaranlıqdan qorxuram. Bükmə ha dizlərini. Alçalmaqdan qorxuram. Mən heç nədən qorxmuram. Şad günlərin qoy olsun. Adın, sanın soy olsun. Yas olmasın. Toy olsun. Əl çalmaqdan qorxuram. Mən heç nədən qorxmuram. Nəfəsini dəlməsən, yuxuma da gəlməsən, məndən öncə ölməsən. Mən heç nədən qorxmuram. Olsa millətin tarac, qalacaq sənə möhtac. Olmasın millətin ac, tox olmaqdan qorxuram. Mən heç nədən qorxmuram. Müsəlmandan qorxmuram. Lap fikri qan, qorxmuram. Dadaş, inan qorxmuram. Tək Allahdan qorxuram. Mən heç nədən qorxmuram. Qorxuram. İlğım. Müəllif bu şeiri 3 mart 2006-cı ildə Türkiyənin İzmir şəhərində yazmışdır. Şairin ilham pərisi isə İlğımdır. Şeirin qiraətçisi Əzizə xanım Kazımovanı alqışlarınızla səhnəyə dəvət edirəm.
Sən gerçək deyilsən. Düşsən, röyəsən. Mənim düşüncəmsən, təfəkkürümsən. Səni mən yaratdım yuxularımda. İlğım tək oyatdım xəyallarımda. Bəzən çox yaxınsan, toxunulmazsan. Bəzən çox uzaqsan, unudulmazsan. Gözlərin qaradır, qaşların çatma. Gecə hər kəs yatır, sən isə yatma. Dolan pərvanə tək başıma mənim, yuxuma gir, sus həb aşıma mənim. Nə olar yuxuma gəl aram qatma. Xəyali sevginlə məni aldatma. Çıxsın günəş, məni atacaqsan sən. Ay ilə bərabər batacaqsan sən. Yenə sabah, yenə səhər, yenə sevgisiz. Qalacağam tək tənha, yenə də sənsiz. Bütün günü səni özləyəcəyəm. Gecə gəlsin deyə səslənəcəyəm. Günəşin batmasını izləyəcəyəm. Heç bilmirəm kimi gözləyəcəyəm. Axı sən xəyalsan. Bir bunu bilsən, səni mən yaratdım. Gerçək deyilsən. Sevirəm bilmədən kimsən, nəçisən. Dərdindən ölürəm. Bilmirəm nəsən. Ya əl çək, dinc burax. Ya da sev məni. Və gerçək olub çıx qarşıma mənim. Bilim ki, insansan. Toxunum sənə. Hiss edim telini, qoxunu sənin. Birlikdə yaşayaq, birlikdə ölək. Dünyanın yaxşı, pis üzün görək. Sən mənə vəfalı, mən sənə dürüst. Cənnət sevgisindən yerdə olaq məst. Baxsın dünyanı yaradan bizə. Görsün ki, layiqik bir-birimizə. Gəl birlikdə ona dualar edək. Ondan yaşanan bir sevgi diləyək. Mənim duamdan da tez duyar səni. Hiss edər eşqə olan həsrətini. Göydə taleyimizi birləşdirər. Ulduzlarımızı edər bəxtəvər. Ya gerçək ömür sürək doya-doya, ya da sevişərək gedək yuxuya. Ya səni insan edər, ya məni röya. Sevgi ilə baxarıq günəşə, aya. Sevgilim, bu şeiri müəllif 22 yanvar 2006-cı ildə Türkiyənin Konya şəhərində qələmə almışdır. Müəllifin ilham pərisi isə xəyali sevgidir. Şeirin qiraətçisi Aslanlı Nihadı alqışlarınızla səhnəyə dəvət edirəm. Sevgilim, bu yerlər bizim üçün dardır sevgilim. Gəl uçaq göylərə, orada yaşayaq.
Göydə nə istəsəm vardı sevgilim, insan oralara basmayıb ayaq. Bərabər yeni bir dünya yaradaq. Sən mənə Həvva ol, mən sənə Adəm. Yerdə olmayan bir məhəbbət quraq, bilməyək nə demək qüssə, kədər, qəm. Hər kəs bizi bilsin yaradan, doğan, yalnız biz tanıyaq Allahımızı. Doğub törədərik 1 milyon insan, sevib böyüdərik övladlarımızı. Yerdəki 1 ili 1000 il yaşayaq. Dünyalar qocalsın, biz cavan qalaq. Sən mənə arxa ol, mən sənə dayaq, evimizi gülşəndə güllərdən quraq. Yaşayaq, sevilək, sevək, sevdirək, qoy bizim dünyamız firavan olsun. Arzularımıza çataq, ölməyək, sonsuz yaşamağımız avand olsun. Nə olar? Nə olar, gəl uçaq bugün göylərə, bütün çirkablardan biz uzaq olaq, sevib bir-birimizi verib əl-ələ, yer üzündə olmayan bir məhəbbət quraq. Məhəbbətdə məni başlat. Bu şeiri müəllif 2003-cü ildə Türkiyənin Foça şəhərində qələmə almışdır. Müəllifin ilham pərisi isə azandır. Şeirin qiraətçisi Gülçin Qasımovanı alqışlarınızla səhnəyə dəvət edirəm. Məhəbbətdə məni başlat. Bizə göz dəyər, qorxuram. Gizlət məni düşüncəndə. Əğyar söz dəyər, qorxuram. Əzizlə təfəkküründə, xoş günümü görüm səndə. Qoru məni xəyalında, qəlbində saxla sevgimi. Qırış et məni alnında, bəxtini bağla eşqimin. Xoş günümü görüm səndə. Gizlət məni xoşbəxtlikdə, həyat dolu saadətdə, taledə, bəxtəvərlikdə, gizlət hicranlı həsrətdə, xoş günümü görüm səndə. Et bəxtimi mühafizə, yolum üstə ol çılçıraq. De üləmaya, hafizə, olmasınlar məndən uzaq. Xoş günümü görüm səndə. Sevgidən cisim, eşqdən ruh. Məhəbbətdə məni başlat. Allah məni etsin məkruh. Öz təxəyyülündə yaşlat. Xoş günümü görüm səndə. Məhəbbətdə məni başlat. Deməli, gedirsən. Müəllif bu şeiri 2009-cu ildə 16 iyunda qələmə almışdır. Məkanı İzmir şəhərinin Bornova Kipamoludur. İlham pərisi isə dostu professor Doktor Utku Utkulunun qonaqpərvərliyidir. Şeirin qiraətçisi Kazımova Əzzə xanımı səhnəyə alqışlarınızla dəvət edirəm.
Deməli, gedirsən. Get. Gərək dünən gedəydin. Qalmağın da bir qaydası var. Bu qalmağın nə faydası var? Səbəbsiz bir qalış, səbəbsiz bir gediş. Gözdən itsən yaxşıdır, çıxıb getsən yaxşıdır. Deməli, gedirsən. Get. Gərək dünən gedəydin. Bura niyə gəlmirsən? Buralarda qəribsən. Səni özləyənmi var? Səni özləyənmi var? Səni gözləyənmi var? Söylə. Söylə niyə gəlmirsən? Bəlkə məni sevmisən. Deməli, gedirsən. Get. Gərək dünən gedəydin. Bu son gəlişin olsun. Bu son səhv işin olsun. Əlim döyməmiş səni, dilim söyməmiş səni, sözüm üzməmiş səni, gərək dünən gedəydin. Deməli, gedirsən. Get. Üsyan. Müəllif bu şeiri 8 iyun 2006-cı ildə Türkiyənin Muğla şəhərində qələmə almışdır. Şairin ilham pərisi isə şeytandır. Şeirin qiraətçisi Aytaç Hacıyevanı alqışlarınızla səhnəyə dəvət edirəm. Üsyan. Tək qalmaq istəyirəm. Üzür məni insanlar. Tək qalmaq istəyirəm. Sıxır məni işıqlar. Qaranlıqlar istəyirəm. Gül, çiçək olsun hər yan. Ay, ulduzlar istəyirəm. Dursun dünyada zaman. Səssiz meşə istəyirəm. Gəlsin təkcə qurd səsi. Elə neşə istəyirəm ki, unudum hər kəsi. Çoban olmaq istəyirəm. Ceyran, maral otarım. Tütəyi çalmaq istəyirəm. Dağ başında oturum. Mələk olmaq istəyirəm, insan məni görməsin. Fələk olmaq istəyirəm, Allah mənə gülməsin. Uzaq qalmaq istəyirəm, yerdə olan sevgidən göyə dalmaq istəyirəm. Alıb ilhamı səndən. Qulun olmaq istəyirəm. Sənə sitayiş edib, qızın olmaq istəyirəm. Mən səndən xahiş edib, qızın olmaq istəyirəm. Mən səndən xahiş edib. Allahıma toxunma. Müəllif bu şeiri 12 mart 2016-cı ildə Rusiyanın Sankt-Peterburq şəhərində qələmə almışdır. Bu şeiri ilhamlandıran
müəllifin dostu, doçent, doktor Maqsud Bələnin zəkasıdır. Şeirin qiraətçisi Səbinə Qasımovanı alqışlarınızla səhnəyə dəvət edirəm. Allahıma toxunma. Qucağına al məni. Mələklərə toxunma. Ocağına sal məni. Diləklərə toxunma. Səhər birgə oyanaq. Şəfəqlərə toxunma. Eyvanda cüt dayanaq. Üfüqlərə toxunma. Gözləyək günü, ayı. Buludlara toxunma. Quraq xəyal sarayı. Hüdudlara toxunma. Tanrıya biət edək. Kələklərə toxunma, cənnətə sarı gedək. Hüdudlara toxunma. Dönək elə yaşlara, zamanlara toxunma. Hədər olan kaşlara, əfsuslara toxunma. Sənə cənnət yaraşır. Yamanlara toxunma, mənə cinlər daraşır. Quranlara toxunma. Hüsünkar da abadlıq, əməklərə toxunma. Sərhədsizdir azadlıq, küləklərə toxunma. Əbədiyyətdir bura. Sədaqətə toxunma, əzəliyyətdir bura. Səadətə toxunma. Toxunma. Sevgi dolu Allahına toxunma. Tanrıya gedən yolu al, ahına toxunma. Allahıma toxunma. Soruş məni. Müəllif bu şeiri 15 mart 2016-cı ildə Moskva şəhərində qələmə almışdır. Şairi bu şeirə ilhamlandıran bibisi Solmaz Neymətova və qızı Səbinədir. Şeirin qiraətçisi Hilal Məmmədzadəni səhnəyə alqışlarınızla dəvət edirəm. Soruş məni. Dərgahında yarandım. Fələkdən soruş məni. Canla, ruhla calandım. Mələkdən soruş məni. Fövqəladə doğuldum. Bələkdən soruş məni. Ehmallıca yoğruldum. Ələkdən soruş məni. Nənnində silkələndim. Biləkdən soruş məni. Gecə gündüz bələndim. Bələkdən soruş məni. İməklədim. Dil açdım. İməkdən soruş məni. İlk addımı attım, qaçdım. Ətəkdən soruş məni. Oğul kimi sevildim. Kötəkdən soruş məni. Atamı dayaq bildim. Kürəkdən soruş məni.
Böyüyüb başa çatdım. Çörəkdən soruş məni. Budur. 40 yaşa çatdım. Əməkdən soruş məni. İş dünyası başladı. Pəncəydən soruş məni. Şər topuğu daşladı. Kələkdən soruş məni. Həyatın hər üzünü görməkdən soruş məni. Yaşamağın düzünü bilməkdən soruş məni. Bu dünyada yox oldum. Görməkdən soruş məni. Külə dönüb soğuruldum. Küləkdən soruş məni. Öldü can, qaldı dastan. Diləkdən soruş məni. Şeirlərimə heyran, ləçəkdən soruş məni. Soruş məni. Çəməndə çiçəkdən soruş məni. Soruş məni. Güləndə ürəkdən soruş məni. Şair gərək paç getsin. Ölməkdən soruş məni. Allah rəhmət eləsin deməkdən soruş məni. Soruş məni. Və gecəmizin kulminasiya nöqtəsinə gəldik, çatdıq. Qarabağıma gəl. Bu gecənin son şeiri 16 mart 2016-cı ildə Rusiyanın Moskva şəhərində yazılmışdır. Əsərin ilham pərisi isə Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyip Ərdoğandır. Qarabağıma gəl şeirini söyləmək üçün səhnəyə müəllifimizi, fəlsəfə doktoru, doçent, şair Tərlan Növrəslini alqışlarınızla dəvət edirəm. Sizi feyziyab etmək istəyirdik. Nə dərəcədə alındı bilmirəm. Mən təşəkkür edirəm. Bu şeirlərə görə fikir bildirmək istəyirəm. Yəni mən fəxr edirəm ki, Allah məni vəsilə seçib ki, bu şeirlər xalqa çatsın. Mən yəni bu alqışları doğrudan da məni Allah vəsilə seçdiyi üçün qəbul edirəm. Yəni şeirlər nə dərəcədədir və s. bu təbii ki, sizin ixtiyarınıza buraxıram. Və mənim bir sürprizim var. Özəl məclisdir deyə sürprizim var. Romantik fəlsəfi şeirlərdir. 5 bölümdən ibarətdir. Bundan öncə dedilər. Eyham var, satiram var. İnşallah oxuyarsınız onları. Dünyam var və s. və vətənpərvərlik var. Şeirin Qarabağıma gəl şeirinə eyni adlı kitabın adından da bəllidir. Mən həm də turizmciyəm, bilirsiniz. Qarabağıma gəl, yəni hamınızı Qarabağa dəvət edirəm. Burada da turizmi unutmamışam. Bu şuarla da mən sizi Qarabağa götürmək istəyirəm və 12 dənə şeirdən sonra, poetik bir gecədən sonra necə götürürəm? Şuşa deyəndə, Qarabağ deyəndə biz Üzeyir Hacıbəyovu, Niyazini, Xanı, Bülbülü və Rəşid Beybutovu xatırlayırıq təbii ki. Və Rəşid Beybutov bütün dünyaya bizi, Azərbaycanımızı, Qarabağımızı, Şuşamızı tərənnüm edib, bunu çox gözəl bilirik. Mən Rəşid Beybutovun repertuarından, dostların xahişi ilə də inanın, sevgilim mahnısını söyləyəcəm. Ənvər Əlibəylinin sözlərinə yazılıb, Tofiq Quliyevin mahnısıdır. İlk dəfə görmüşəm səni mən sahildə sevgili. Getməyir o vaxtdan gözümdən xəyalın ey gülüm.
camalı, canımı aldı şuh celalın, odlara saldı yar, xəyalın məni, ay, yadımda qaldı gül camalı, canımı aldı şuh celalı, odlara saldı yar, xəyalın məni. Biz gəzən bağçada o səhər əsirdi küləklər, heç olmaz üstünə bərabər ətirli çiçəklər. Yadımda qaldı gül camalı, canımı aldı şuh celalın, odlara saldı yar, xəyalın məni, ay, yadımda qaldı gül camalın, canımı aldı şuh celalın, odlara saldı yar, xəyalın məni, odlara saldı yar. Qarabağıma gəl, gəl, mənim dünyama gəl, gəl qanadları çiçək durnalarla gəl, gəl, sirləri göstərən aynalarla gəl, gəl, qaranlıq olmayan dünyalarla gəl, gəl, gəl. Mənim dünyama gəl, gəl, mənim sevdama gəl, gəl gözümü nurdan çalmağa gəl, gəl, özümü qürurdan almağa gəl, gəl sözümü yerə salmağa gəl, 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 yenə də gəl, mənim sevdama gəl. Gəl, mənim andama gəl, gəl vücudumun rahatlığını al gəl, gəl, ruhumun aydınlığını çal gəl, gəl, dəyməmiş meyvə olub kal gəl, 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 yenə də gəl. Mənim əndama gəl, gəl, mənim eyhama gəl, gəl baxışımın qıyğacısıyla gəl, gəl, fələyin acısıyla gəl, gəl tanrımın bacısıyla gəl, 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 gəl mənim eyhama gəl, gəl mənim ilhama gəl, gəl, şeirlərimin mənalarında gəl. Gəl, əsərlərimin
misralarında gəl. Gəl. Arzularımın xəyallarında gəl. 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 Yenə də gəl.